Kaş ki bu kadar nəfsinə itaat eləyənə qədər ağlına tabi olaydı. Aşık ve ağıl Züleyxa aşık değil. Bu həvəsi səhvən eşq kimi təsəvvür eləməyin. Eşq müqəddəsdir. Kirli, çirkab ürəklərdə yuva sala bilməz. Buna inanmayın xanım. Eşq müqəddəsdir. Xəyanət əhli aşık ola bilməz. bu ürək işidir. Məntiq sübut bilməz. Aşık müqəddəslik hərəmi olan qəlbinə çirkinlik üçün yol açmaz. Həvəsi eşq adlandırmaq yanlışdır. Sizin başka bir gəliniz de var. Güzel ve aşık Züleyxa. O da sizin kimi neçə illər Yusuf'un intizarında qalır. Deməli sən də mənim kimi aşık olmusan. Züleyxa'nın Yusuf'a olan eşki uzun iller Mısır cemaatinin dilinin ezberi olub. Deməli sən də hicran çəkmisən.